Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. Dinləmə mətnimiz Salar-de Uyuni adlı bir məkan haqqındadır. Hansı ki, duz qatından ibarətdir və Boliviyada yerləşir, Cənubi Amerikada. Eləcə də digər paraqraflarda təsvirində onun böyük ağ səhra kimi görünməsi ilə bağlı, daha sonra isə güzgü effekti verməsi və litium adlı böyük miqdarda bir maddədən ibarət olmağından danışılır. İlk cümləmizdə isə cümlə tamamlamada Salar-de Uyuni birincidə is important for science because of its lithium. Litium mineralına görə elm üçün vacibdir. Birinci cümləmiz mətnə əsasən doğrudur. Is completely covered with white sand. Tamamilə ağ qumla örtülmüşdür. Ağ qum deyil də duz ilə örtülüb. Ona görə yanlışdır. Looks like a big white desert in dry season. Quru fəsildə ağ səhra kimi, böyük, yəni ağ səhra kimi görünür. Mətnə əsasən bu cümləmizdə doğrudur. Çünki mətnimizdə də qeyd olunur ki, verilən məlumatımıza əsasən looks like a big white desert. Üçüncü cümlədə düzgündür. Dördüncüdə is quiet with its plants and buildings. Bina və bitkiləri ilə sakit bir məkandır kimi verilir. Ancaq burada təbii ki, duz qatı ilə örtülməsinə danışıldığı üçün mətndə əsasən yanlışdır. Düzgün cavabımız 1 və 3 götürülür. Bu isə C variantında qeyd olunmuşdur.